Əziz izləyicilər, Əsma-i Hüsna silsiləmizdə indi növbəti uca ismə, Əl-Məlik isminə keçirik. Əl-Məlik nə deməkdir? Bu, hər şeyin hökümdarı, mütləq sahibi və maliki deməkdir. O, bütün kainatın və orada olan hər şeyin mütləq sahibi və tək hökümdarıdır. İnsanlar arasında məliklər, padşahlar olsa da, onların hökmü məhduddur və nəhayət bitəcəkdir. Amma Allah Teala Əl-Məlikdir. O, varlığı əzəldən axirə qədər davam edən, hökmranlığı heç vaxt sona yetməyən, qüdrəti sonsuz olan yeganə hökümdardır. Əl-Məlik adı Allaha sığınmağın və ona təslim olmağın vacibliyini xatırladır. Çünki o, bütün işlərin idarəedicisi və nəticəni təyin edəndir. Bəs, Ya Məlik zikri nə üçün və nə qədər çəkilməlidir? Ya Məlik zikri əsasən dünyada maddi və mənəvi ehtiyacların aradan qalxması, möhtac olmamaq və işlərin yoluna düşməsi üçün çəkilir. Bu zikri davamlı edən şəxs Allahın qüdrətini dərk edir və başqalarına möhtac olmaqdan qorunur. Bəzi mənbələrə görə bu zikri hər gün 90 dəfə və ya hər səhər zikr etmək xeyirlidir. Gəlin uca hökümdarımız Əl-Məlikin qüdrətini dərk edərək ona təslim olaq. Növbəti videoda başqa bir gözəl ismi öyrənəcəyik. Sağ olun.